Salam, sabahınız xeyir olsun. 10 iyul 2026-cı il tarixli yay fəslinin 20-ci günüdür. Məhərrəm ayının 25-ci günüdür. Həftənin cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə dualarımız, ibadətlərimiz qəbul olunsun. Bununla yanaşı 10 iyul günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, gözəl, xoş xəbərlərlə zəngin olan, sülh-əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirməyə arzulayıram. Və eləcə də 10 iyul günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzulayıram. Və qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 10 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 10 iyul günündə kimlər xatırlanır, kimlər yad edilir, anılır, hər birini gözəl, xoş anmağı, yad etməyi, xatırlamağı arzulayıram. Bununla yanaşı 10 iyul günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, gözəl xəbərlərlə zəngin olan, sülh-əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzulayıram. Və eləcə də 10 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür, hər birini bu münasibətlə təbrik edirəm. 10 iyul günündə də baş verən tarixi hadisələr vardır. 10 iyul günündə baş verən tarixi hadisələr isə bunlardır. 10 iyul 1645-ci ildə İngiltərə vətəndaş müharibəsi Langport döyüşünün baş verdiyi gündür. 10 iyul 1778-ci ildə Amerika inqilabı, Fransa kralı 16-cı Ludovik Böyük Britaniya müharibə elan etdiyi gündür. 10 iyul 1890-cı ildə Wyoming Amerika Birləşmiş Ştatlarının 44-cü ştatı olduğu gündür. 10 iyul 1962-ci ildə Telstar adlı ilk rabitə orbitinin yerin, Pekinin yerin orbitinə çıxarıldığı gündür. Və eləcə də 10 iyul 1985-ci ildə isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları təşkilata mane olan, yəni nüvə silahının çıxarılmasına mane olan Greenpeace təşkilatına aid Wyoming War gəmisinin partladıldığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.